mömindirsə, istəyir bu şiə olsun, sünni olsun, hənəfi olsun, şafi olsun, həmbəli olsun, kim olur o, əşəri olsun, məturidi olsun, kim olur olsun, mömindir qarşındakı. Allah Teala da Quranda deyir ki, möminlər qardaşdır. Bu mənim doğru yolumdur. Onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Həmin gün zalim kimsə barmaqlarını dişləyərək deyəcəkdir: kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim. Vay halıma! Kaş ki, filan kəslə dost olmayaydım. O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər. Mən neytral olmuşam həmişə. Hamıya ilə qardaşıq.